Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Əyyam-ı Fatimə günlərindəyik. Bu günlər münasibəti ilə hər birinizə başda zəmanə imamı olmaqla başsağlıq ərz edirəm. Keçən bəslərdə siz əzizlərin diqqətinə çatdırdıq ki, xanım Fatimə barəsində müxtəlif cəhətlərdən müzakirə etmək olar. O məsələlərdən biri xanımın evlilik məsələsidir. Dedik ki, niyə görə evlilik məsələsi müzakirə olunmalıdır özüm Əyyam-ı Fatimə günlərində? Bu tərbiyəvi bir mövzu deyilmi? Dedik ki, bəli, mövzu mahiyyət etibarı ilə, məzmun etibarı ilə tərbiyə, əxlaqi mövzu olsa da, biz müxtəlif hədis kitablarına, tarix kitablarına, keçmişdən də günümüzə qədər yazılan kitablara baxdıqda görürük ki, o xanımın evlilik həyatı barəsində müəyyən bir sözlər, fikirlər səslənib ki, heç bir formada qəbul olması deyil, hətta onların məzmununa belə diqqət etdikdə görürük ki, xanımın həyatı sanki sual altına alınmış, düşməncəsinə o xanımın barəsində məlumat verilmişdir. Və bunu dedik ki, hətta bu baxış nəinki İslam dünyasında, Qərb dünyasında, İslam şərqşünasları tərəfindən öz əsərlərində də xanımın evliliyi barəsində olduqca mənfi bir obraz qələmə almışlar. Yəni, xanım Fatimənin bir insan həyatını oxusa, evlilik həyatını oxusa, heç bir formada o xanımı özünə bir nümunə götürə bilməz. Buna görə biz bu məsələni kökündən araşdırmaq üçün və tam dolğun cavab vermək üçün müəyyən bir müqəddimə qurduq. O müqəddimə də bundan ibarət idi ki, İslam Peyğəmbəri digər sahələrdə olduğu kimi ailə məsələlərində mərhələlərlə inkişafa doğru aparmışdı. Bildiyimiz kimi İslamdan qabaq ailə məsələsi bütün dünyada, eyni zamanda cahiliyyət dönəmində müxtəlif dünyəvi meyyarlara əsasən təşkil olunurdu. Yəni, ailə qurulmasının başlıca hədəfi, missiyası dünyəvi meyyarları idi. Orada heç bir formada ilahi, mənəvi meyyarlar yox idi. Hətta dedik ki, Peyğəmbərin özü belə bəzən ərəb mədəniyyətinə uyğun olaraq ailə qururdu. Məsəl üçün, müəyyən bir qəbilə arasında sülh sazişi əldə etmək üçün və s. Və tam olaraq evlilik anlayışına, ailə institutunu öz qızı xanım Fatimə Salamullah əleyhanın evlilik məsələsi ilə gündəmə gətirmiş və ailə institutuna yeni bir anlayış gətirmişdi. Bu anlayış keçən dəfə dediyimiz kimi kufuviyyət anlayışı, yəni uyğunluq anlayışıdır. Baxmayaraq ki, Qur'an-ı Kərimin bir çox ayələrində, məsəl üçün Nur surəsinin 3-cü və 26-cı ayəsində uyğunluq məsələsinə işarə olunmuşdur. Məsəl üçün, Nur surəsinin 3-cü ayəsində Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim, Əz-zani la yenkihu illa zaniyə. Zina edən yalnız zina edənlə evlənir. Əv müşrikətən, müşrik də müşriklə. Əz-zaniyyətu la yenkihuha illa zanin əv müşrikun. Eyni zamanda zina edən kişi də zina edən qadınla, müşrik kişi də müşrik qadınla ailə qurur və hurrumə zalik ələl müminin. Belə bir məsələ möminlərə haram edilmişdir. Düzdür ki, bu ayə şəriəti bəyan edir. Amma eyni zamanda daxili meyilləri də ifadə edir. Yəni, hərə öz tayını tapır. Yəni, bir insan müşrikdirsə, bu müşrikin sorağına gedir. Bir insanın zinakardırsa, bu zinakarın sorağına gedir. Bu ayələr uyğunluğu ifadə edir və möminlərin belə bir işdən uzaq olduğunu vurğulayır. Digər ayə Nur surəsinin 26-cı ayəsində Allah ümumi formada buyurur ki, Əl-xəbisatu lil-xəbisin vəl-xəbisunə lil-xəbisat və't-təyyibatu lit-tayyibin və't-təyyibunə lit-təyyibat. Pis qadınlar pis kişilərə məxsusdur, pis kişilər pis qadınlara, eyni zamanda pak qadınlar pak kişilərə, pak kişilər də pak qadınlar. Yəni, Allah Teala buyurur ki, pak pakı seçər, xəbis də xəbisi seçər. Dediyim kimi, bu bir şəriətin göstərişi olduğu kimi daxili meyildən də Allah Teala xəbər verir. Hər bir halda bu ayələr uyğunluğu gətirir. Yəni, ailə qurarkən tərəflər görsün ki,
bu təyyibdir, bunun əqidəsi, rəftarı, əxlaqı gözəldir yoxsa yox? Çünki dedik ki, İslamdan qabaq bu meyarlar yox idi. Filankəs zəngindir, zəngin deyil, qüdrətlidir, qüdrətli deyil. Bu kimi məsələlərə baxırlar. Amma Allah Teala Quran-ı Kərimdə yeni meyarlar gətirdi. Ailə həyatına, ailə institutuna və o da uyğunluqdur. Uyğunluq dediyimiz kimi tam olaraq əqidə, mənəvi, imani məsələlərdəndir. Dediyimiz kimi bu məsələ tam olaraq, yəni praktiki cəhətdən Həzrəti xanım Fatimə salamullah əleyhanın evliliyi ilə İslam cəmiyyətinə təqdim olundu. Həzrət Peyğəmbər Allahın ona və ailəsinə salam və salavat olsun bir hədisdə buyurur ki, əgər Allah Teala Əli ibn Əbi Talibi yaratmasaydı, Fatimə üçün uyğun bir həyat yoldaşı olmazdı. Baxın, əvvəlki müzakirələri nəzərə alın. Xanım Fatimənin ictimai mövqeyi olduqca üstündür və belə bir zamanda buyurur ki, yalnız Əli ibn Əbi Talib ona uyğundur. Uyğunluğu qabağa çəkir. Və yaxud Peyğəmbər digər hədisdə bu uyğunluğun digər cəhətlərini də buyurur. Vallahi ləqəd ənkəhdükə. Peyğəmbər xanım Fatiməyə xitabən buyurur. Deyir, and olsun Allaha, mən səni elə bir şəxsən evləndirdim ki, əksəruhum elmən, mənim səhabələrim arasından ən üstün, elmi cəhətdən ən üstündür. Və əfsəluhum hilmən, səbir helm cəhətdən onlardan əfsəldir. Və əvvəluhum silmən, onlardan ən tez mənə təslim olanlardan, müsəlman olanlardandır. Baxın, Peyğəmbər buyurur ki, bunlar arasında uyğunluq nədir? Yalnız burada mənəvi məsələlər. Mənəvi məsələlər ailə institutunu əsas ayaqda saxlayan əsas prinsiplərdir. Hər bir halda biz bunların həyatına baxdıqda görürük ki, bəli, Peyğəmbər ailə institutuna yeni bir anlayış gətirdi və bu anlayışı qızı xanım Fatimə və Həzrəti Əli əleyhissalamın ailə qurması ilə, bunlar arasında evlilik qurması ilə İslam cəmiyyətinə təqdim etdi ki, Allahın bəyəndiyi, Allahın istədiyi və mən Peyğəmbərin gətirdiyi dinin əsas ailə barəsində əsas göstərişi bu mənəvi uyğunluqdur. Mənəvi uyğunluq dediyimiz kimi həm İslami ola bilər, həm fiqhi ola bilər. Fiqhdə məsəl üçün hər iki tərəf müsəlman olmalıdır və s. Amma eyni zamanda müsəlmançılıqla yanaşı, bax gör, bu səni ailə qurduqdan sonra sənin mənəvi təkamüllüyə, mənəvi kamillüyə səbəb olacaq yoxsa yox. Bura qədər mövzunun bir tərəfidir. Yəni biz burada bunu isbat etdik ki, bunu qəbul etdik ki, bu bir istisnai evliliyidir və Peyğəmbər bu evlilik vasitəsilə İslamın ailə barəsində fikrin, nəzərin irəli sürmüşdür. İnşallah növbəti çıxışımızda, müzakirəmizdə bu ailəyə atılan şübhələr barəsində olacaq ki, bu şübhələrin ümumən yarama mənşəyi nədəndir? Niyə görə bu ailə barəsində bəzi insanlar bu qədər bədbin olmuş və bu ailəni bədbin, mənfi simada təqdim etməyə çalışmışlar? Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.